ümumi ilə xüsusunu ayıra bilməsi. Burada şaşırırlar. Yəni, mutlaq biz dedik, hamı bilir. Amma biz deyirik ki, ona Şeyx Alban rəhmə gətirib qayda olaraq. Leysə, kullu mən vaqa'a fil küfri vaqa'al küfrü aleyhi. Hər küfrə düşən, küfr onun üzərinə düşmür. Yəni, hər küfrə düşən kafir olmur da, yəni. Leysə, kullu mən vaqa'a fil bid'ati vaqa'a fil bid'ati aleyhi. Hər bidətə düşən, bidət onun üzərinə düşmür. Sən deyə bilərsən, problemsiz, bax, sənin etdiyin bu əməl küfürdür. Sənin bu etdiyi əməl küfürdür, İslamdan çıxana əməl ehtiyatdır. Amma bir də var, sən kafir. Şeyh, çatdırırsan məsəl üçün. Ha? Yenə eləyirlər, çatdırır. İndi çatdırırsan deyəndə ki, o çatmaq məsələsi var da, sənin çatdırmağın, çatdırılma sayılır, sayılmır. Biraz buraya gəlib görsən misin? Yəni, sən nə olur? Bəzən görsən ki, o adama görə, o adam götürür məsələ ki, cübbəlidir və yaxud da başqa ona görə alim birisidir. Amma sən nə bilim kimsən də, dünənki uşaqsan. Yəni, onun gətirdiyi şübhə kimi ola bilər. Amma bir də var, sırf başa düşəndən sonra davam edərsə, bu başqa məsələ. Ona görə insan fəhmül hüccə deyilir də, İbn Teymiyədir, İbn Qayyimdir, İbn Qudəmədir və İbn-ül Arabidir. Onlar hamısı deyir ki, hüccəti başa düşmək şərtdir. Yəni, dəlil. Sən dəlil gətirə bilərsən, Quran da oxuya bilərsən də. Amma sən, Quran dəlildir. Amma sən oxumaqla ona qalxır-qalxmır məsələsi var. Sən o Şeyx Albanın Salih Əli Şeyxlə olan mübahisəsi var da. Orada deyir ki, Quran çatdısa, artıq bir hüccət çatmış olur da. Deyir, Şeyx Alban o ayədə gəldi, Maidə surəsində. لِيُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغْ. Yəni, mən sizi onunla və kimə çatıbsa, çatanı qorxutmaq üçün göndərmişəm. لِيُنْذِرَكُمْ, yəni onunla, yəni Quranla qorxuduram da. Yəni, artıq Quran çatıbsa, yəni artıq hüccət çatmış olur. İndi söhbət bu ixtilaf nədən? Məsələn, bəzi alimlər deyir, əgər Quran varsa bu ölkədə, bir çatır. Amma Şeyx Alban deyir ki, Quranın olması çatmaq demək deyildir. Yaş Quran var deyir. Deyir ki, mən demirəm, yəni insanlara Əbu Bəkir Ömərin başa düşdüyü kimi çatır. Deyir, heç olmasa deyir, bu insanlar Muhammed ibn Abdülvahabın başa düşdüyü kimi çatırmı? O ki, çatıbsa, ondan sonra yəni, eləyirsə kafirdir. Amma çatmıyor, bunlar çatmıyor. Quran ola bilər ki, oxunsun, amma o məsələ, orada olan incəlik insana nədir çatmaz. Yəni, Muhammed Abdülvahab özü rəhməllah demirmi ki, yəni Misirdə, hansı ki, Misirdə o boyda Quran var idi də. Mən deyir, Abdülqadir Gilanini, Bədəvini, məsələn, qəbrində sitayiş eləyəni, yaxud da ibadət eləyəni, səcdə eləyəni təkfir eləmirəm. Yaxşı ki, orada Quran yox idi ki. Ona görə məsələn, bəzən o, hətta Muhammed Abdülvahabın sözlərinə görə də bir ixtilaflar yaranır. Fakt görürsən ki, addan şəxsə gələndə, fərdə gələndə, yəni başqa cür olub da. Yəni, ona görə bizim üzərində nədir? Üzərində düşən, yəni çatdırmaqdır, onu çıxartmağa çalışmaqdır. Xüsusən də məsələn, bu fikrə düşmək, bu çox təhlükəli nədir burada? Yəni, bura düşəndən sonra bu fikrə, artıq insanda bir yəni, rahatlıq yaranır da. Elə bir ki, özü tamamdır, özü artıq qurtarır, yəni başqaları pis gündər. Belə bir davolluq onlarda yaranır. Amma halbuki sələflər necə idi? Sələflər, yəni bütün əməllər çalışardılar ki, lazımınca, layiqincə yerinə yetirsinlər. Amma sonra bununla yanaşı onlar qorxurdular. Yəni narahat olurdular ki, görəsən bu əməllər bizdən qəbul oldu, yoxsa olmadı. Çünki Allah Teala buyurur ki, "İnnəmə yetəqəbbəlullahu minəl muttəqin." Allah Teala yalnız yəni müttəqilərdən qəbul edir. Məsələn, sələfin yolu budur. Sələf elə bilir ki, yəni özü əməl edir, özü çalışır, özü şirkdən uzaq olur, ha? Və eyni zamanda da qorxu içərisində olur və həmçinin başqalarını da çıxartmağa çalışır. Başqalarını çıxartmağa çalışır. Yəni yanır da. Amma bunlar isə tam əksinə. Bu özləri arxayındır. Özləri artıq bir cənnətlikdir. Özlər kimisi yoxdur. Başqaları pis gündədir. Onlar nə olur? Yuxarıdan aşağı baxır. Və bu özləri də bilmədən özlərini məhv edirlər. Çünki Peyğəmbər sallallahu buyurur ki: "Mən qalə hələkən nəs fəhvə əhləkum." Yəni kim desə ki, insanlar həlak oldu, birinci həlak olan özüdür. Məsələn, insanlar baxan onlar məhv oldu da pis gündədirlər. Birinci həlak olan özüdür. Ona görə məsələn insan necə yanaşmalıdır? Yəni həm əməli yaxşı yerinə yetirməli və eyni zamanda da qorxmalıdır. Narahat olmaq möminlərin vəsfidir. Məsələn, necə ayələrə də baxsaq,
Allah Teala buyurur ki: "Ellezine yu'tuna ma atau və qulubuhum vacilə." O kəslər ki, yəni onlardan tələb olunanları verərlər. Yəni imandır, itaətdir. Yəni əməl edərlər və sonra yenə qorxu içərisində olarlar. Fikir Möminin surəsində keçir də, bu möminlərin sifətlərindəndir. Yəni onlar nə edərlər? Əməl edərlər və sonra qorxu içərisində olarlar. Və Ayşə anamız soruşur bu ayə haqqında: "Ya Rasulullah, onlar nəyə qorxarlar? Yəni içki içdiklərinə görə, oğurluq etdiklərinə görə, zina etdiklərinə görəmi?" Deyir ki: "Xeyr, siddiqin qızdır. Onlar namaz qılarlar, oruç tutarlar və sədaqə verərlər və yenə bununla yanaşı əməllərinin qəbul olunmasından qorxarlar. Yəni qorxarlar ki, yəni qəbul olunmaya bilər. Yəni bu cür onlarda qorxu olar." Ona görə Həsən Basri rəhməhullah deyir ki, mömin iki şey cəm edir. Mömin iki şey cəm edir. İhsan, bir də qorxu. İhsan, qorxu. Münafiq isə deyir, yenə iki şey cəm edir. İsəə vəl-əmn. Və ihsan, qorxu nədir? İhsan, əməli buyurulan tərzdə, lazım şəkildə yerinə yetirmək, sonra narahat olmaq, qorxmaq. Amma münafiq isə əməli isə, yəni necə gəldi edir, amma sonra arxayın olur. Problem yoxdur. Deməli, fikir verin. Yəni, müminin halı necə olmalı? Mümin yaxşı yerinə yetirməli və yerinə yetirməklə yanaşı yəni, qorxmalıdır. Qorxduğuna görə Allah Teala nə edir? Onu qorxusuz edir. Necə ki, ilahi hədisdə gəlir ki, Allah Teala buyurur: "Və izzəti və cəlali la əcmə'u li abdi əmneyn və la xawfin." Mənim izzətimə və cəlalıma and olsun ki, mən iki əminliyi, yəni iki qorxusuzluğu və iki qorxunu cəm eləmələm bir qulum üçün də. Yəni əgər qulum məndən bu dünyada qorxubsa, qiyamət günü qullarımı cəm etdiyim gün onu qorxusuz edərəm. O gün arxayın olacaq. Yox, əgər burada arxayın olubsa, orada qorxu içərisində olacaqdır. Deməli, insan nə etməlidir? Yəni orada arxayın olmaq üçün burada narahat olmalıdır. Hətta o fikir verin, Muhammed Abdullah Rahimullah Tövhid kitabında bab açır, bölüm açır, deyir ki, Bəb əl-xuf minəşşirk. Şirkdən qorxu babı. Şirkdən qorxu babı. Yəni insan şirkdən qorxmalıdır. Nəyə görə? Çünki insan qorxduğu şeydən uzaq olur. Amma arxayın olduğu şeydən insan düşür. Məsələn, bu təkfirçilərdən nə olur? O cür arxayın olduqları üçün biraz araşdırırsan, bir bala mübahisə eləsən, görəcəksən özləri şirkin içərisindədir. Şirk o deməkdir, sən pirə getmək. Ola bilər ki, pirə getmir. Amma özünün içərisində olduğu hal, onda olan ücub, bu şirkdir. Özündən razılıq var ha. O şirkdir. İnsan əməlini batil edir. Allah qorusun. Ona görə yəni məsələ o bir-iki dənə şey öyrənməkdən deyil. Yəni insan onu öyrənib, onu yaşamağa çalışmaqlandır. Vallahi yəni insan doğru, düzgün, yəni çalışarsa artıq şeydən həmişə uzaq olur. Artıq danışıqdan. Yəni artıq məsələn təhqirdən, hökm verməkdən. Məsələn fikir verirəm, Allah Teala buyurur ki: "Və la taqulu lima tasifu alsinatukumul kadiba hada halal və hada haram." Diliniz yalana vərdiş etdiyinə görə bu halaldır, bu haramdır deməyin. Litəftəru alallahil kədib. Yəni Allaha yalandan iftira yaxarsınız. İnnellezine yefteruna alallahil kədibə la yuflihun. Və yalandan iftira yaxanlar da xoşbəxt olmazlar. İndi fikir verin, bax demək ki, məsəl üçün bu halaldır, bu haramdır. Məsələn, insan elimsizcə bunları deməsi görnəyə gətirib çıxardır. Diliniz yalana vərdiş etdiyinə görə bu halaldır, bu haramdır deməyin asanlıqla. Çünki halal haram kimin haqqıdır? Allahın haqqıdır. Və onlar xoşbəxt olmaz, iftira yaxanlar xoşbəxt olmazlar. Gör, indi bu nə dərəcədə ağır məsələdirsə, hökm məsələsi ondan da ağırdır. Ki, məsələn, demək ki, kafir hökmünü vermək halal, haram məsələsindən daha şiddətlidir. Hansı ki, yəni insan deyirsə kimsə bu olar, bu olmaz. Elə bir ki, insan Allahın adından qol çəkmiş sayılır. O dərəcə ağırdır. Yəni, hökm məsələsi yəni bundan da şiddətlidir. Ona görə məsələn insan yəni düzgün yönələndə yəni inşallah xeyirli olur, mübarək olur. Və görsən ki, həmçinin ətrafa da xeyrin yayılmasına yəni səbəb olur. Amma o ki, bu fikirlərlə nə özləri bir yəni xeyirli insanlar olur, nə də ki,
ətrafa xeyrin yayılması. Əgər özündə problem varsa, ətrafınca xeyir yayılsın. Mən bu məsələlər fikir verin bir dənə alimlər buyurur ki, yəni bu cür şeylərin yayılması, ortaya çıxması tərbiyəsiz elm öyrənməyə görədir. Nə güzel. Nəyə görədir? Ədəbsiz. Tərbiyəsi, tərbiyə olmalıdır elmdə. Yəni elm düzgün öyrənilmir. Yəni hər şeyin ədəbi var, qaydası var, düzgün yanaşılmalıdır da və düzgün öyrənilmədiyi üçün bu cür fəsadlar ortaya çıxır. Və elmdə də nə var? Tərbiyə var da. Elmin tərbiyəsi var, elmin ədəbləri var. Yəni elmin ədəbləri haqqında alimlər ayrıca kitablar yazırlar. O vaxtdan indiyə qədər də yazılır. Yəni məsələnin o dərəcədə mühüm olduğu üçün yazılır. Və ədəblərin də başında nə durur? Ədəblərin başında da durur ixlas. İxlas durur. Və ixlas da nədir? Bunu dəfələrlə götürmüşük. İxlas nədir? Elmdə ixlas nədir? Cəhaləti özündən qaldırma. Yəni mən nə üçün öyrənirəm? Məsələn, gəlirəm, dərsdə otururam, ayə öyrənirəm, hədis öyrənirəm. Yəni bu hədisi, ayəni, bu elmi nə üçün öyrənirəm? Yəni özümdə o bilmədiyim şeylər var da. Hər dəfə insan öyrənəndə bilməməzlik aradan qalxır və Rəbbinə etdiyi ibadəti elm üzərində, bəsirət üzərində edir. Yəni mən öyrənirəm, ixlas nə vaxt olur? Öyrənirəm özümü qorumaq üçün. Sonradan əgər mən niyyətimə əlavə etmək istəsəm, onda başqasından da qaldırmaq niyyətini əlavə edə bilərəm. Başqasını da qorumaq niyyətini əlavə edə bilərəm. Amma yox, əgər mən öyrənirəm sırf dəvət etmək üçün, nədir? Düzgün deyil. Düzgün deyil. Əgər öyrənirəm, belə baxanda üçün dəvət yaxşı idi axı, ha? Fikir ver, əgər insan öyrənir, dəvətdən ötürü düzgün deyil. Nə olmalı? Birinci özü olmalı. Çünki Allah Teala buyurur: "Ya eyyuhellezine amenu qu enfusakum ve ahlikum nara." Özünüzü və ailənizi oddan qoruyun. Sonradan nə etməliyəm? Başqalarını. Fikir ver. Yəni bu olmadığı üçün nə olur? Fəsadlar olur. İndi fikir ver, yavaş-yavaş məsələyə izah gələr də. Hətta sələflərdən gəlir, Darıqud rahimehullah deyir ki, "Təalləmnəl ilmə li qeyrillah." Yəni biz elmi Allahdan qeyrisi, Allahdan başqası üçün öyrənirdik. Yəni ola bilər insan ilk dəfə elmə başladığı zaman niyyət doğru olmasın, düzgün olmasın. Niyə bilmədiyi üçün də məsələn gəlib filan kəs gəlir, mən də gəlirəm. Gəlim görüm nə var, nədən danışılır. Məsəl üçün də ola bilər başqa niyyətlər tutsun. Amma sonra insan hər dəfə ixlasın fəzilətini öyrəndiyi zaman, ixlası tərk etməyin zərərlərini biləndə artıq niyyətin düzəlməsinə səbəb olur. Deməli, niyyət də düzələrsə, sözsüz ki, özü deyir ki, artıq bizim elmdə davam eləməyimiz niyyətimizin düzəlməsinə səbəb olur. Yəni bizim öyrəndiyimiz elm niyyətimizi o formada saxlamadı, əksinə düzəltdi. Ona görə nədir? Dayanmaq da olmaz, insan elmi öyrənməlidir və öyrənməklə yanaşı niyyətin və vallahi niyyət düzgün olarsa, doğru olarsa, ixlas olarsa, yəni insan xeyirli olmalı, bərəkətlər olmalıdır. Artıq danışıqlardan, artıq şeylərdən də inşallah ki uzaq olacaq. Amma nə vaxt ki insanın məqsədi özü olmur, onda insanın öyrəndiyi elm başına bəla olur. Hətta məsələn üçün deyək ki, bu təhlükəli məsələlər var da, belə ümumi məsələlər. Yəni bunların özünü əgər insan ixlasla öyrənərsə, yenə problem olmalıdır. Lap deyək ki, o sərt görüşü götürüb də, ixlasla götürübsə, nə olmamalıdır? Problem olmayacaq. Niyə? Deyək ki, cəhalətin üzür məsələsi də, cəhalət üzürdür, üzür deyil. Deyək ki, insan kitabları oxudu, kitabları oxuyandan sonra yəni o qənaətə gəldi ki, cəhalət üzür deyil. Yəni əgər insan bu görüşü, cəhalət üzür deyil görüşünü ixlasla götürdüsə, onda buna qədər, bu görüşü götürənə qədər nəsə danışırdısa, bundan sonra vəbşi danışmamalıdır. Niyə? Çünki cəhalət üzür deyil. Danışaram, səhv çıxar, üzür yoxdur. Kafir olaram. Şirkə düşərəm, küfrə düşərəm. Çatırmı? Deməli, bunlar özlərindən ötürü yox, cəmaatı nəsə çıxartmaq üçün öyrənirlər. Lam namazın tərki məsələsi olsun. Əgər insan götürür, var görüşdə bir namazı tərk edən kafirdir də.
Deməli bu görüşü götürdüsə, deməli namazı qətiyyən ötürməməlidir. Yatdısa namaza. Və getdi. Deməli ona görə bax məsələ budur. Yəni düzgün öyrənmək, yəni ixlasın olması hər hansı bir məsələdə hətta görə ola bilər belə məsələn. Niyə məsələn bu görüşdə olan alimlər var da? Niyə problem yaratmır ki? Amma problem yaradan kimlərdir? Oğul uşaqdır da. Çünki bunlar bilmirlər nəyə görə eləmirlər. Hətta görürsən ki, məsələn, böyük alimdir, Şeyx Baz olsun, bir fikirdə olub, Şeyx Alban başqa fikirdə heç bir problem olmur aralarında. Şeyx Baz məsələn həcdə deyir ki, Şeyx Albanı qabağa keçirib ki, bizə namaz qıldır. O da Şeyx deyir, hansı namazdır? Peyğəmbər sallallahu namazını. Yəni bu cür olurlar. Amma o sonra götürən oğul uşaqlar o görüşləri götürən nəsə görsən ki, nədir? O cür problem, yəni çıxardırlar. Ona görə yəni insan salamat qalmaq istəyirsə, yəni məsələlərdə yəni ehtiyatlı olmalı, həmişə yəni özünü qorumağa çalışmalı və sonra da bacarırsa kimsə çıxartmağa çalışmalı. Amma kim ki məqsədi ancaq hökm vermək, araşdırmaq, o nədir, necədir, yəni o insanın halı heç vaxt yaxşı ola bilməz. O çox getməyəcək. Allah qorusun. Fakt elədir. Kim düşür də? İndi məsələn, bax 2004-dən gələndən, 3-dən nə qədər insanlar oldular, gəldilər, çıxdılar. Məsələn, var idi, hansı mübahisə edənlərdən biri. Qardaş deyir, görmüşəm, siqaret çəkir də. Deyəm, nə oldu sənə? Deyir, İslam mənim keçmiş həyatım. Hansı ki, bu təkfir eləydi. İslamdan danışır, İslam qeyrətindən danışır. İndi artıq çıxır. Allah qorusun. Ona görə, yəni bu cür hökmlər, yəni vermək çox ağırdır. Çünki Peyğəmbər mən qali əxi ya kafir. Kimdir qardaşlar? Ey kafir deyərsə, fəqat bəbi ahaduma birisinə qayıdır. Deməli bu olmadısa, bu birinə deyir, ikisinə deyir, haqsız o deyilən sözdə, sonra o özünə gəlib çıxır. Özünün İslamdan çıxmasına gətirib çıxardır. Ona görə dil çox təhlükəlidir. İnsan dilini qorumalı. Aleykümselam. Yəni artıq danışıqların artıq sözlərdən. Amma insan yəni niyyəti ixlas olarsa, inşallah heç bəlkə çox danışmadan, bəzən də əxlaqı ilə ətrafa xeyrin, bərəkətin yayılmasına səbəb olacaq. Çatırmı? Ona görə bax Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən qala halakən-nas fəhvə əhlək. Kimsə insanlar həlak oldu, birinci həlak olan özüdür. Və həmçinin bir dəfə bir uşaq ölür və Aişə radiyallahu anhə deyir ki, usfurun min asafilil cənnə, yəni cənnət sərçələrindən biridir. Yəni heç bir pis iş görmədi və onu bilmədi də. Görmədi, heç bilmədi də. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əvə qeyrə zəlikə ya Aişə, ey Aişə deyir, belə demə. Və ənə Rasulullah la ədri mə yuf'alu bi və la bikum." Mən Allahın elçisi olduğum halda mənim və sizin halınızın necə olacağını bilmirəm. Yəni belə baxanda əhl-i-sünnəyə görə uşaqlar, müsəlman uşaqlar cənnətlikdir. Amma indi müəyyən təfsirlər var da. Amma yenə ortaya çıxır ki, yəni insan danışığında, yəni o Allaha aid olan məsələlərdə ehtiyatlı olması, yəni ədəbli olması ki, yəni belə şeylərdən yəni insan çəkir. Hətta cənnətlik belə. Hətta Buxari rahimehullah yəni bab açır deyir ki, la yuqalu fulan şəhid. Filan kəs şəhiddir deyilməz. Hansı sırf cihadın özündə Peyğəmbər sallallahu əleyhi və səlləmlə çiyin-çiyinə vuruşub yenə şəhiddir deyilməz. Şəhiddir yalnız kimə deyilir? Peyğəmbər sallallahu əleyhi və səlləmin şahidlik elədiyi gələn kimsələr filan şəhid ona deyirik. Amma digərləri isə yəni ümid edirik, yəni Allah Taala istəyir şəhidlərdən etsin deyilir. Amma filan kəs şəhiddir deyilməz. Və həmçinin də bu bir tərəfdən də filan kəs cəhənnəmlikdir və ya da filan kəs kafirdir. Yəni bu kimi hökmlərdən yəni insan çəkinməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, açıq aydındır, haqq üzərində olduğu halda. Allah Taala nə buyurur? "Fətəvəkkəl alallah innəkə aləl haqqil mubin." Sən deyir, Allaha təvəkkül elə və deyir, sən açıq aydın haqq üzərindəsən. Yəni ki, Allah Taala'nın şəhadəti ilə, şahidliyi ilə nə deyir? Deyir, sən açıq aydın haqq üzərindəsən. Bu cür olduğu halda Peyğəmbər sallallahu əleyhi və səlləm gecə namazına qalxdığı zaman nə dua edərdi? Hətta istiftah yerində də Allahumma Rabbə Cibrail və Mikail və İsrafil. Cəbrailin, Mikailin, İsrafilin Rəbbi, Fatirəs səməvati vəl ard. Göyləri və yer yaradan, aliməl qaybi və şəhədə. Qeybi və aşkarı bilən. Əntə təhkum beynə ibadikə fīmə kənu fīh yaxtəlifun. Sən qullarının arasında ixtilaf etdiyi məsələləri sən hökm verirsən. İhdini liməxtulifə fihi minəl haqqi biiznik.
və deyir, sən öz izninlə onların ixtilaf etdiyi məsələlərdə mən doğru olanı yönəlt. İnnəkə təhdi mən təşəv ilə sırat-ı müstəqim. Həqiqətən sən istədiyin doğru yola yönəlirsən. Və bundan nə fayda çıxar? İnsan həmişə dua etmək, Allah məni haqq üzərində. Bəzən təkfirçilər nə deyir? Allah bizi bu yolda sabit eləsin. Allah bizi bu yolda. Sən nə bilirsən sənin olduğun yol 100% salamatsan? Onu hətta bir vaxt dəlil Peyğəmbər sallallahu açıq aydın haqq üzərində olduğu hal nə deyirdi? Məni ixtilaf olan məsələdə doğru yol yönəlt. Ona görə məsələn, bəzən insan hətta bu cür çaşması, bu cür dualar eləməsi elə azmasına da səbəb olur. Ona görə diqqətli olmaq ən əsas, ixlaslı insan düzəltməyə çalışması və həmçinin həm elm öyrənərkən, həmçinin dəvətdə olarsa insan olur mübarək. Hətta Şeyx Salih Şeyx gətirir ki, Həfizəllah, insanın deyir, dəvət edərkən, məsələn, yuxarıdan aşağı baxması insanlara, deyir, o insanın ixlasının olmaması deməkdir. O insanda ixlas yoxdur. Məsələn, bəzən o insan gələ bilər, mən namaz qılım, falan kes namaz qılmayan dəvət edirsən də. Əgər insan namaz qılmadığı üçün ona yuxarıdan aşağı baxırsa, deyir, o insanda ixlas yoxdur. Çünki ixlas olarsa, ixlas olan insan, o məsələləri başa düşən insan, bilir ki, özünün namaz qılması Allahın yardımı ilədir. Allahın müvəffəqiyyəti ilədir. Və o namaz qılmayan insana da necə baxır? Şeytanın toruna düşmüş bir insan kimi baxır. Və fikirləşir ki, mən necə onu çıxardım? Necə ona yardım edeyim? Bu cür baxır. Amma bir də var, insan biləndə ki, namazı özü qılır, filan əməlləri özü edir, onda insan təkəbbürlük gəlir də. Elə bir ki, özünün tərəfindəndir. Ona görə Allah Teala Hücrət surəsində buyurub ki, verin Ya eyyuhellezine amenu in ca'akum fasiqun bineba'in fetəbəyyənu ən tusibu qawman bicəhələn fətusbihu alə mə fəaltum nadimin və aləmu ennə fikum rasulallah. Və bilin ki, sizin içərinizdə Allahın Rasulü vardır. Ləv yuti'ukum fi kəsirin minəl əmr la'anittum. Əgər bir çox işlərdə o sizə tabi olsa, Peyğəmbər sallallahu sizə tabi, siz özünüz çətinliyə düşərsiniz. Bəzən insanlar görə bilər ki, bu rahatdır, yaxşıdır, gəl belə eləyək. Peyğəmbər sallallahu tabi olsa onlara, siz özünüz çətindir. Çünki insan bilmir rahatlıq, çətinlik haradadır. Bilməlidir ki, insana hələ çətin görsənsə belə, Allahın əmridirsə, o xeyir orada və asanlıq da oradadır. Sonra nə gəlir? Ləv yuti'ukum fi kəsirin minəl əmr la'anittum vəlakinnallaha habbaba ileykumul imanə. Lakindir, Allahdır sizə imanı sevdirən. Habbaba ileykumul imanə və zeyyənəhu fi qulubikum. Onu sizin qəlbinizdə bəzədən. Deməli, imanı bizə sevdirən, qəlbimizdə bəzədən kimdir? Allah Teala'dır. Və karraha ileykumul kufra vel fusuqa vel isyan. Sizə küfrü, fasiqliyi və asiliyi pis göstərən odur. Kimdir? Allah Teala'dır. Sonra nə gəlir? Fadlan minallahi və ni'mə. Bu da Allah Teala tərəfindən bir lütf və nemətdir. Deməli, bizim qəlbimizdə imanın sevdirilməsi, onun bəzədilməsi və həmçinin biz küfrü, fasiqliyi, şirki pis görməyimiz bizim hünərimizə görədir. Allah Teala'dır. Allah, bu özü sənin küfrü, şirki pis görməyin Allahın sənə olan neməti, sənə olan lütfüdür. Deməli, insan bunu dərk eləməlidir. Əgər Allahın lütfu olmasaydı, mümkün deyil ki, insan onları pis görsün və ya imanı yaxşı görsün. Ona görə insan biləndə ki, bütün bunlar hamısı, necə İbn Qayyim rəhməhullah gətirir ki, namaz qılan edən, oruçdan edən Allah Teala'dır və yaxud da dua edən. Bunlar hamısı Allahın, onu da insanı görsən, insan öz gücündən, öz taqətindən, özünün hünərinə arxayın olmaqdan uzaq olur. Onda məsələn başlayır. Amma bunları başa düşməyən insan elə bilir ki, özü müəyyən bir şey eləyibsə, böyük bir şey eləyib. Ona görə də görsən ki, özünü böyük görür və başqasına da və ya hər hansı bir günaha düşən insana da yuxarıdan aşağı baxır. Və həmçinin Allah Teala Nur surəsində buyurur ki, Ya eyyuhellezine amenu la tettabi'u xutuvati şeytan. Ey iman gətirənlər, siz şeytanın addımlarına tabi olmayın. Kim şeytanın addımlarına tabi olarsa, o çirkin və fühuş işləri əmr edir. Sonra gəlir ki, وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ
mə zəkə minkum min əhədin əbədə. Əgər Allahın sizə lütfü, mərhəməti olmasaydı, sizdən heç biriniz pak olmazdınız. Əgər Allahın lütfü, mərhəməti olmasaydı, sizdən heç biriniz təmiz olmazdınız, pak olmazdınız. وَلَكِنَّ اللّٰهُ يُزَكِّي مَنْ يَشَاءُ. Lakin Allah istədiyini pak edir, istədiyini təmizləyir. Deməli, insanın hətta o günahlardan uzaq olması, xeyir əməllərə müvəffəq olması insanı dərk eləməlidir ki, Allahın ona olan yardımı sayəsindədir. Bəzən insan bir qəlbində yarandığı bir şeylə məhv ola bilir. Hətta biri Abdullah ibn Mübarəkə deyir ki, mən bir qatil gördüm, yəni adam öldürən, adam qatilini gördüm və onu görəndə nə düşündüm? Dedim ki, mən o insandan xeyirliyəm. Çünki mən adam öldürməmişəm. Yəni, adam öldürmək də şirkə ən yaxın günahdır. Şirkdən sonra gələn günahlardan sayılır. Və Abdullah ibn Mübarək rahimehullah nə deyir ki, sənin o günahın, onun günahından şiddətlidir. Yəni, sənin özünə arxayın olmağın günahı adam öldürməklə şiddətlidir. Fikir ver. Bəzən insan elə gəlir ki, mən işlə eləməmişəm ki, amma qəlbində uyarandı o hisslər, insanlar yuxarıdan aşağı baxma, təkfirçi, bidətçi, hansı ki, yəni bidətin içində və ya küfrün içərisində bəlkə insan özləri üzür. Necə ki, bir hədisdə, səhih hədisdə, vaxt gələcək, deyir, biri qonşusunu küfürdə ittiham eləyəcəkdir. Şahaban səhiyləşdirər ki, ümumi mənası da və Peyğəmbər s.ə.v deyir ki, o küfrə, şirkə daha layiq olacaqdır. Və sahabələr soruşurlar, ya Rasulullah, hansı şirkə daha layiq olacaq? İttiham edən, ittiham olunan. Deyir ki, ittiham edən. Deyir ki, birisi qonşusunu nə edəcək? Şirkdə, küfrdə ittiham edəcək. Halbuki ittiham edən özü şirkdə olacaq. Şirkə daha haqlı olacaq, daha layiq olacaq. Sahabələr təəccüblə soruşurlar, ya Rasulullah, yəni belə baxanda şirkdə ittiham edirsə, yəni bu uzaqdır ki, başqasını ittiham edir, amma halbuki o daha şirkə yaxın olacaq. Ona görə yəni insanın haqsız yerə məsələn ittiham eləməsi, o belə, bu belə, yəni heç yaxşı hal deyil. Yəni danışmaq sözsüz ki, çox ola bilər, ham danışa bilər. Amma söhbət ki, insan gözünün qarşısında qiyaməti tutanda, onda görsən insan çox şeylərdən çəkinir. Süfyan Sövri rahimehullah deyirlər ki, Abu Hanifə deyir, necə deyir, qeybətdən çəkindi deyir. Abu Hanifə, nə qədər onun düşmənləri, istəməyənlər var idi, onlar haqqında danışmaqdan çəkindi. Deyir ki, Abu Hanifə rahimehullah öz savablarını düşmənlərinə verəcək qədər ağılsız deyildi deyir. Yəni onu çəkindirən nə oldu? Deyir, öz savablarını düşmənlərinə verəcək qədər, yəni danışdığı adam ən azı xoşlamadığı bir adamdır da, yəni düşmən sayılır da, yəni düşməninə verəcək qədər ağılsızdır. Çünki bu danışdıqca nə olur? Bunun savabı ona gedir. Yəni qiyamət günü, necə Peyğəmbər s.ə.v deyir ki, ətədrunə mənil müflis, bilirsiniz müflis kimdir? Və sahabilər deyirlər ki, Rasulullah bizə görə dinar və dirhəmi olmayandır. Və onda Peyğəmbər s.ə.v deyir ki, əsl müflis, ümmətindən əsl müflis odur ki, namazla, oruçla, zəkatla, həclə gələcək, dağlar qədər ibadətlərlə gələcək, filan kəs söyüb, filan kəs təhqir edib, filan kəsə böhtan atıb, filan kəsin qanını axıdıb və onlar bir-bir gələrək bunu sahablarına götürəcəklər. Bir-bir gələrək. Sahablar qurtarandan sonra amma elə insanlar var. O qədər insanların zülm edib, danışıb arxasınca və yaxud da döyüb, vurub və onların sonra günahları buna yüklənərək sonra cəhənnəmə atılacaqdır. Əsl müflis olur deyir. Yəni çünki bu dünyada əgər bir şey olubsa deyir, onu dinarla, dirhəmlə həll etmək mümkündür. Halallıq vermirsə görsən almaq mümkündür də. Pulla qalsam, amma deyir o gün dinar, dirhəm olmayacaq. O gün savablar və günahlar olacaq. Yəni əvəzlənmə nə ilə olacaq? Savablarla və yaxud da günahlarla olacaq. Yəni savablar götürüləcək və yaxud da ona günahlar yüklənəcəkdir. Allah qorusun. Ona görə bu məsələ mühümdür. İnsan düzgün tərbiyədən, düzgün elm almaqdan uzaq olduğu zaman həmişə nə olur? Artıq danışırlar. Sələflər isə görürsən ki, nə qədər əməllər olur və o cür əməllərlə yanaşı artıq danışıqlardan uzaq olublar. Çünki onlar bilirdilər məsələnin ağır olduğunu və həmçinin onlar deyirlər, kimdir özünü yaxşı tanıyarsa, yəni başqası ilə məşğul olmağa vaxt qalmaz, deyir.
Özünü yaxşılanır. Çünki insan öz üzərində işləyərsə, gör nə qədər məsələn hər bir insanın naqislikləri var, düzəldəcək şeyləri, filan əməl, filan məsələlər. Elə belə baxanda yəni insan bəlkə 20 il, 30 il hələ namaz düzdür. Hələ namazında məsələn, yəni insan elə bacarmır ki, düzgün namaz qılaq da. Yəni namazı ruhən və cismən deyək də, yəni həşrxana getmədən namaz qılaq. Hələ yoxdur. Amma durub filan kəs belə filan kəs. Yəni bu nədir? Belə şeylər əslində nə sayılır? Məhrumiyyət sayılır. İnsanın məhrum olması. Məhrumiyyət də nədir? Məhrumiyyət İbn Qayyim rahimehullah deyir ki, Allah Taala'nın insanı nəfsi ilə tək başına buraxmasıdır. Başlı-başına buraxma. İnsan nəfsini buraxır, məhv olur. Yəni artıq xeyri görə bilmir. Xeyri görə bilmir. Yəni insan görsən, nə vaxt ki, qəlb təmizlənir, tövbədir, istiğfar görsən ki, Allah Taala müvəffəq eləyir. Bir xeyirdən sonra başqa xeyir gəlir belə. Amma nə vaxt ki, qəlb artıq tüstülənir, dumanlanır, qaralır, görsən insan görə bilmir. Belə bəlkə də istəyir, nəsə eləsin, bilmir nə eləsin. Yenə onun qabağına çıxır nələr? Başqa işlər, problemli işlər. Ona görə Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu ve la takunu kellezine nasullaha fa ansahum anfusahum." O kəslər kimi olmayın ki, onlar Allahı unutdular. Allah onları özlərini unutturdu. Fikir verin. Dəhşətli ayədir. Onlar kimi olmayın ki, Allahı unutdular. Allah onlara özlərini unutturdu. Hamaz. Ki bura. Yəni o nə deməkdir? O özlərini o kəslər kimi olmayın ki, Allahı unutdular, Allah onlar özlərini unutturdu. Yəni günahlar nə olur sözsüz və Allah deyir onları öz xeyirlərini unutturur. O günahlara görə insan bilmir xeyir hardadır. Öz xeyrini bilmədiyi üçün ondan yan keçir. Və deyir Allah o insanlara öz zərərlərini unutturur. Bilmir də insan zərəri bir görməlidir. Kimsə qabı görməlidir ki, ondan yan keçir də, ona düşmür. O bilmədiyi üçün düşür ona. Demə nəyin səbəbidir bu? Günahlara görə, yəni artıq danışığa görə insan müftala olur. Hətta Həsən Basri rahimehullah deyir ki, bu danışıqlar, vallahi deyir, bu qeybətlər Allah Taala'nın qullarını cəzalandırmasıdır. Yəni insanın qeybətə müftala olması bir növdə insana olan bir cəzadır. Müftala olub, bir müsibətə düşüb. Və insan get-gedə də yəni yüklənir. Ona görə insan səmimi tövbə ilə yəni belə şeylərdən uzaq olması və ancaq xeyir, Quran və sünnə öyrənməsi və onu yaymağa çalışması və başqa şeylər insanı maraqlandırmamalı. Yəni insanı əsas qayəsi əməli ilə, dəvəti ilə, elmi ilə Allaha razı qalmaqdır. Yəni insan fikirləşmə, mən evimdən çıxıram. Yəni mən Allaha razı salmaq istəyirəm. Yəni bu hərəkətimlə, bu yerişimlə Allaha razı salmaq. Ondan sonra ətrafda nə baş verir, nə danışırlar. Yəni bu insanı düşündürməli deyil. Əgər bu cür davam edirsə, o məsələlər də yoluna düşəcək. Amma insan əgər narahat olursa, niyə o filan kəs filan şey dedi, filan kəs filan şey dedi, danışdı, narahat olursa problem var. Yəni ixlasda problem var. Deməli sən deyir Allahın rızasını yox, onda nə istəyirsən? Kiminsə rızasını istəyirsən, kiminsə razı qalmasını. Bütün milyardlar səndən razı qalsa da, əgər Allah da razı düşməyəndən nə faydası var ki? Ona görə bu məsələlər mühümdür. Yəni bunlar daima xatırlanmalıdır ki, yəni mən öyrənməli, özümü qurtarmalı və həmçində o elmi də gözəl şəkildə insanlara çatdırmalı. Yəni bir fayda, bir dəstəmal, bir nə bilim əməl, zikir, dua öyrədirsən və nə qədər insan əməl edir, o qədər faydalanır. Sən fikir ver, əgər qayıtsa, bax Osman radiyallahu anh xəlifə idi də, deyir ki, qab gətir. Qab gətirərdi, bilib onu. Dəstəmal alınır. Birini çöldə əlini yuyur, sonra içinə salıb dəstəmal alır da. Yəni bu, həm Peyğəmbər salsan bunu öyrədib və sonra da onu tətbiq edirdilər də. Yəni xəlifə, fikir verin, xəlifə, ümmətin xəlifəsi, cəmaatı yığır, nə öyrədir? Dəstəmal. İndi gəl biz dəstəmal edir, biz elə balaca şeylərdən danışırlar, əsas məsələlər var. Fikir, xəlifə onu öyrədir. Hətta İbn Həcər rahimehullah, yəni o da böyük alimlərdən, o da hara getsə dəstəmaz öyrədərdi. Hətta onun ləqəbini qoymuşlar Şeyxul Vudu, dəstəmaz şeyxi. Fikir məsələn, onlar gör nəyi güdürdülər də. Mən bir dəstəmaz öyrədirəmsə, yəni mənim öyrətdiyim dəstəmaz bu 10 nəfər sünnəni öyrənib aldısa, bundan sonra nə qədər yaşayıb, 10 il, 20 il, 50 il qazancdır. Amma bir də var, o belə, bu belə, o kafir, o filan kəs belə. Yəni bu məhrumiyyətdir də, yəni bu xeyirsiz insan sayılır.
Ona görə İbn Qayyim rahimehullah qayda verir. Deyir ki, mübarək insandır, bərəkətli insan kimdir? Deyir, bərəkətli insan o insandır ki, insanlara elm öyrədir, yəni xeyr öyrədir. İnsanları ibadətə, əmələ çağırır. Hara çağırır? Əmələ. Və insanlara Allahın əzəmətini xatırladır. Əgər bir insanın danışığında bunlar olmazsa, Allahı xatırlatma, əmələ rəğbətləndirmə, xeyir öyrətmək olmazsa, o insanın bərəkəti silinir. Yəni, o insanın bərəkəti qalmır. Sonra deyir, o insanla görüşməyin bərəkəti silinir. Sonra deyir, o insanın ətrafında olanların bərəkəti silinir. Ondan sonra nə olur deyir? Ondan sonra deyir, onların məclisləri məcəriyyət olur. Məcəriyyət, məcəralar sözü var da bizim də. Yəni, baş verən şeylər, məcəra, yəni əllədi, hansı ki, cara baş verdi də, yəni baş verən hadisələr haqqında, yəni dedikodu haqqında olur. Və bunlar da deyir, nə olur nəticədə? Əməlləri baxımından ziyana uğrayanlar olurlar. Əməllər zay olub gedir artıq. Və Allah Teala buyurur ki: "Və la tuti' men aghfalna qalbahu an zikrina vettaba hawa ve kana amru furuda." Sən itaat etmə kimə? Qəlbini zikrimizdən qafil etdiyimiz. Qəlbi Allahın zikrindən qafildir. Vettaba havahu və işlərində nəfs istəyinə uyğun danışır, nəfs istəyinə uyğun əməl edir. Və üçüncü isə nədir? Və kana amruhu furuda və işləri nədir? Səmərəzay və səmərəsiz olur. Deməli, qəlbini zikrimizdən qafil etdiyimiz, nəfsi istəyinə uyan və işləri zay və səmərəsiz olan kimsəyə itaat etmə, boyun əymə. Allah Teala kimə deyir bunu? Peyğəmbər sallallahu əleyhi və səlləm. Və Peyğəmbər sallallahu əleyhi və səlləmə olan tabiçiliyin kamilliyindəndir ki, insan deyir, belə insanlarla da yoldaşlıq eləməməlidir. Belə insanlara da qulaq asmamalıdır, tabi olmamalıdır. Yəni, qəlb Allahın zikrindən qafil və nəfsi istəyinə uyur və işlər də nədir? Zay və səmərəsiz olur, faydasız olur. Ona görə Allah qorusun, yəni, insan əgər zikirdən uzaq olursa, yəni, dillə dediyini qəlb anlamırsa, onda insanın deyir, əməllərindən, vaxtından və ömründən bərəkət çəkilirdir. Bərəkət qaldırılır. Amma yox, əgər deyir, insan əməllərində, yəni etdiyi zikirlərində qafil olmazsa, dili ilə dediyi, qəlbi ilə anlayarsa, onda bir çox yəni xeyirlər əldə edənlərdən və həmçinin irəliyə gedənlərdən olar. Demək, əgər insan irəliyə getmirsə, nə var? Sadəcə dil ucu olan bir şeydir. Amma ona vaxt fayda olur, dilin dediyini insan zikr edir, Subhanallah, Elhamdülillah, La ilahə illallah, Allahu Ekber və yaxud da duanın özü onu dediyi zaman qəlbinə anlamırsa, onda həm əməldən və həmçinin vaxtdan, ömürdən bərəkət çəkilir. Allah Teala iştifalarına etsin. Allah Teala hər birimizi eşitdiyib, yaxşısına tabi olanlara etsin.